Uşağıma başa salın ki, telefon ziyanlıdır, ondan az istifadə eləsin. Uşağıma başa salın ki, dərs oxumasa gələcəyi olmayacaq. Uşağıma başa salın ki, bu qədər həyəcanlanmamalıdır, hər şeyə görə bu qədər qorxmamalıdır. Uşağıma başa salın ki, məsuliyyətli olsun, öz işlərini özü görsün. Qızıma başa salın ki, kimlə gəldi yazışmasın, danışmasın. Oğluma başa salın ki, siqaretdən uzaq dursun. Anlayıram, bunları psixoloq uşaqla işləməlidir, amma uşaqla işləməyi kifayət etmir. Valideynin bəzi şeylərdən məlumatlı olması o qədər önəmli və həssas məsələdir ki, necə danışmalıdır, necə reaksiya verməlidir, nələr deməməlidir, nələr deməlidir. Bəzi valideynlər deyirlər ki, mən özüm seansa qatıla bilmərəm, uşaqla işləyin, siz başa salın, bizim vaxtımız yoxdur. Xeyr, əziz valideynlər, o qədər vacibdir ki, sizin psixoloqla danışmağınız. Bəzi hallarda öz valideynliyimizdən o qədər əminik ki, onda heç bir problem görmürük və düşünürük ki, problem uşaqdadır. Biz bəzən fərqində olmadan ya eyni ilə valideynlərimizin bizə davrandığı kimi uşaqlarımızla davranırıq, ya da tam əksi olmağa çalışırıq. Uşağınız bir növ sizin əsərinizdir. Siz onu yaratmısınız, siz onun xarakterini formalaşdırırsınız. Sizin davranışlarınızın birbaşa uşağa təsiri var. Ona görə də övladınızın dəyişməsini istəyirsinizsə, mütləq özünüz də dəyişilməlisiniz.